Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün inşa edilən mehmanxana tipli yataqxana gələn tədris ilində tələbələrin istifadəsinə veriləcək. Ən müasir standartlara uyğun olan binada xaricdən gələn tələbələrin yaşaması da təmin olunacaq. Ümumi ərazisi 2 hektar olan mehmanxana tipli tələbə yataqxanasının yaşayış sahəsi 16.000 kvadrat metrdir. 5 korpusdan ibarət olan bina 7 mərtəbəlidir. 527 tələbə üçün nəzərdə tutulan yataqxana kompleksində ümumilikdə 200 otaq olacaq. Binanın istifadəyə verilməsi tələbələrin sosial problemini həll etməklə yanaşı, təhsil ocağına abituriyentlərin marağını daha da artıracaq. Universitetimiz beynəlxalq layihələrdə iştirak edir. Müxtəlif mübadilə proqramları vasitəsilə tələbələri xarici ölkələrə göndərir. Və həmin beynəlxalq əməkdaşlıq tələblərindən biri də eyni zamanda qarşı partnyor universitetlərdən tələbələrin cəlb olunmasıdır. Və şübhəsiz ki, yataqxananın istifadəyə verilməsi xaricdən də tələbələrin cəlb edilməsinə, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsinə səbəb olacaqdır. Hazırda ali təhsil ocağında 4024 nəfər əyani təhsil alan tələbə var. Onların 73% respublikanın müxtəlif bölgələrindən olan tələbələrdir ki, bunların da 2000-ə yaxını kirayələrdə yaşayır. Hazırda inşası sürətlə davam etdirilən yataqxanada işlərə 2013-cü ildə start verilib və tikintinin bir neçə aya təhvil verilməsi nəzərdə tutulur. Xaliq Qurbanlı, Emin Məmmədzadə, Gəncə.